dövlət tərəfindən deyilə paylamışıq, dövlətin tərəfindən biz vermirik. Fəqət nə mənə gedib cəmaət xeyir gətirib Təbrizdən, Ələm Mərəddən gəlmişdi, bugün burada qəza paylayırdı. Miyanadan, Urmiyanın Səlmasdan gəlmiş, Səlmasdan buranın 450 kilometr fasiləsi vardı. Bir də ki, bizə bir dəfə desin ki, ağa, hər yerdə imkanınız var, çəkilin gedin ya dağın dabağında zatda bir yerdə bir köhüldən zatdan qazın, girin orada zindəci eləyin. Bizim zindəcimiz pullan aradan gedib, indi mənim 60 sinnim var, dədə-babadan nə mənə zindəcim var, batıb. Mənə açam axbar elan eləyir ki, 1 milyon bunlara pul verin, 1 milyona hərdən bura gəlincən yoxdur. Mən 1 milyonu neyinəcəm? 2 milyon filan damı çatlayıb ona verəcəyik. Axı, 12 milyon yarım mən verəcəyik. 12 milyon yarım mən neyinirəm? Nə düzəldəcəm? Tövlə düzəldəcəm. Bura Rustayı öyrən gedi. İndi bizim kəndimizin ev-ədanlığımıza baxsan, ev-ədanlığımız o cür olur. İndi burada da hamının özünə görə heyvanı var, malı var, qoyunu var. Burada indi sən görəcəksən, o evə aparıb qoyun yığmaq olmaz. 3 dənə xanə var deyə gətirib 15 metr tor veriblər. Bu 15 metr tori, indi sən deyirsən bu ağa qoyunun salsın, o ağa qoyunun salsın, yox ağa qoyunun salsın. Hərəsinin 100 dənə qoyunu var, 15 metr cücəyə verəli cücə salsın. O geçsin saysın, da neynə saysın, Allah'tan xabir edir. İndi gecənin bir yarısı durur, keçi qovur, uşağını saxlasın burada, uşağı da zəhri tərək olub da bunu. Gəlsin bu uşağın yanında yatsın, ya keçi qovsun da. 4 dənə pətidir, bir də bu çadırdır verdikləri. Məsələn, bizə getdikləri quluç olur, çörək olur, su olur. Daha bunlar da bir qədir imkan almışıq. Bizim heyvanımız, məsələn, özümüz çöllükdür. İndi bizə bu çadırı veriblər, içində otururuq. Səhər bir dənə duman gəlsə, şeyh gəlsə, biz bu vərvə salib çölə töhməliyik, çürüyəcəkdir. Bizim özümüzə bir imkanat versinlər, heyvanımıza bir imkanat versinlər ki, səhər bir şeyh duman olsa, bizim heyvanımız da qırılmalıdır. Məriz olacaqdır. O xatirə ki, bizə bir şey versinlər. Məsələn, Behtaş cəhətindən indi çox-çox bağışlayın. Mən sizin bacı, siz mənim qardaşım. İndi biz əlam, 2 gündə keçsə, bir to tətir tökəcəyik. Xəbərdarıdır. Bu bunu xəbərdardır, bu bəğəldən götür bax. Götürmüşəm. Bu xəbərdardır. Bunu xəbərdardır. Aybəramanlar önündən gələn məsləhətimizdə dedi ki, buranı xəbərdar elədi, qutardı. Yalandan fəqət O üçün loder işlədik. Onlara da deyirik, heç də əslən xəbər yoxdur. Gündə elə bütün vəzir irtibadat gəlibdir, bir dənə də ayrı vəzir gəlibdir. Eləsə nə cür ərz edirik, elə onlara da demişik. Bunu da heç saat nə rəsanələrdən nə bir şeydir. Rəsanə gəlir deyir ki, sənə deyəcəm, bu söz deyəsən, gedəcəm dürbünün qabağında sən bu söz danışacaqsan. Bəssələm, gedəcəm dürbünün qabağına, deyir ki, sən mənim hərzat gətiriblər. Çadır vermişik, ləvazimi, xaribar vermişik, hərzat vermişik. Mərdum olmasa vaqən burada cəmaat ölməlidir. Bir dənə vaqiyyət da, bu məscid Allahın evidir. Bu məscid anlıyorsun, dövlətdən heç saat yoxdur. Behtaşdan gəlir bura, deyir ki, fəqət o böyükləri müayinə eləyəcək. Onun 2 nəfər gəlir, müayinə eləyib çıxır gedir. İnsan bilmirsən ki, çadırda körpü uşaq var, elə xanım var, hamilədir burada. Niyə necə, onun günahı nədir burada?